Ekranı 15.7'dir. 2 dənə ekranı var. Burada bizim bu avtomobillerin üstünlüyü nədir? Məsələn, bizim sifarişçimizin nömrəsi ilə qeydiyyatdan keçmişik, master accountu var. Bu 360 dərəcə kameradır, qoşuldu, avtomatik qoşulur. Yenə də buradan görürsünüz ki, sifarişçinin adı var. Bu gördüyünüz HUD-dir, head-up display'dir. Ətrafında, sağında, solunda maşınları göstərir. Yəni kilometrajı göstərir. Yəni, onu da dəyişmək olur. Yəni müəyyən funksiyaları əlavə eləmək istəyirsinizsə, onu da əlavə eləmək olur. Hətta görürsünüz, velosiped, motosikl sürəni də göstərir. Belə ümumi götürəndə maşının səs izolyasiyası yaxşıdır. Bəzən baxıram YouTube-da blogerlər Li-ni BMW X5 ilə müqayisə edirlər. Mən eləməyəcəm, məni top tüfəngə tutmayasınız deyə. Yenə də BMW bir ayrı bir sinifdir. Hələ Li-nin ora gəlib çatmağını düşünürəm. Özlərini doğrultmaq üçün çox şeylər etməlidirlər.